أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Allah Tebarek ve Teala inşallah bizleri dünya ve ahirette Muhammed Ali Muhammed'den kenara salmasın. Onların ziyaretini dünyada, ahirette şefaatine hamımıza nasip ve kısmet eləsin. Söhbətimiz İslam tarixinin haqqında gəlib buraya çatdı ki, Peyğəmbər 13 il Məkkədə qalandan sonra çox çətinliklə və ağır bir vəziyyətdə ki, düşmənlər onu təhdid edirdilər. Allahın əmri ilə Məkkə-i Mükərrəməni tərk eləyib, o Sur mağarasından Allahın hökmü ilə gecə ilə Mədinəyə sarı hicrət elədi. Birinci Mədinəyə hərəkət edəndə Quba kəndində huzur tapdı və hududu 3-4 gün, bir həftəyə demək olar yaxın orada qaldı və o az müddətdə orada bir məscid tikdi və orada yaşayan müsəlmanların ixtiyarında qoydu ta onlar o məsciddən istifadə edələr. O neçə gün ki Quba kəndində təşrifi var idi, həman müddətdə demək olar o günlərin axırında idi ki Ali əleyhissalam da Məkkədə qalan müsəlmanlarla barabar bu həmlikdə gəldilər və Peyğəmbərə Quba kəndində mülhəq oldular. Peyğəmbər və Ali əleyhissalam və digər müsəlmanlar ki Ali əleyhissalamla barabar gəlmişdilər Mədinəyə sarı, bu həmlikdə qərar oldu ki Mədinəyə hərəkət eləyələr və Mədinəyə daxil olalar ki, həqiqətdə Quba kəndi ilə Mədinənin arası hududu 12 kilometr fasilə vardı. Bu fasiləni təy eləyib Mədinəyə çatdılar. İndi Mədinə cəmaatı demək olar 3 il hududundadır ki, Peyğəmbərə iman gətiriblər və Peyğəmbərin məhəbbəti, əlaqəsi onların ürəyində yaranıb, ləhzə-ləhzə intizarda başa aparırlar ki, nə vaxt olar biz Peyğəmbərin gül cəmalını ziyarət edəcək. Odur ki, hər qəbilə və hər kəs demək olar müntəzirdir ki, Peyğəmbər Mədinəyə keçə və onu qarşılaya və Peyğəmbər onun evinə gedə. Bu istədik, bu nəzər elə hamının nəzəri idi Mədinədə ki, hamı arzu elirdi Peyğəmbəri ziyarət eləyələr və Peyğəmbər onların evinə gedə. O cümlə qəbilələrdən ki, Mədinədə yaşayırdılar uzun müddət və demək olar adlı sanlı, məruf və məşhur qəbilələrdən idilər. O qəbilələrdən birisi ibarətdir Ovs və digəri Xəzrəc qəbiləsindən ki, bunlar Peyğəmbərin girişindən Mədinəyə xəbərdar oldular. Odur ki, müəyyən lazım olan təmiz bir libasları, paltarları geydilər əyinlərinə və lazım olan silahları özləri ilə götürdülər və Peyğəmbərin istiqbalına çıxdılar eşiyə ki, Peyğəmbəri qarşılayalar. Odur ki, Peyğəmbər ki, minmişdi öz dəvəsinə, gəlirdi Mədinəyə sarı və istirdi Mədinə şəhrinə daxil ola, gördü çoxlu bir cəmiyyət, cavan, qoca, ümumiyyətdə müsəlmanlar, Oğuz qəbiləsi, Xəzrəc qəbiləsi sər və səda ilə, müfəssəl bir təşkilat ilə, əzəmət ilə çıxıblar eşiyə və Peyğəmbərin Mədinəyə daxil olmasını gözləyirlər.
gördülər Peyğəmbər minibdi dəvəsinə, daxil oldu Mədinəyə, Peyğəmbərin ətrafını aldılar və Peyğəmbəri məhəbbətlə, əlaqə ilə, çox sevinclə və nəhayət dərəcədə eşq və əlaqə ilə Peyğəmbəri qarşıladılar. Və hər birisi bunlardan demək olar, hey arzu edirdi və istəyirdi Peyğəmbərdən ki, ya Rasulallah, ey Peyğəmbər, xahiş edirəm səndən bizim mənzilə, bizim evə təşrif gətir. İndi siz təsəvvür edəyin, Peyğəmbər bunlara nə desin? Hansının sözünü icabət eləsin, hansının sözünü qəbul eləsin, kimin evinə getsin ki, o birisinin ürəyinə dəyməsin. Burada bu məsələni seçmək və intixab eləmək elə çətin bir məsələdir. Odur ki, Peyğəmbər belə buyurdu: ay cəmaət, ay müsəlmanlar, ay Ovs və Xəzrəc qəbiləsi, mənə lazımdır sizə belə bir cavab verəm. Mənim dəvəm hər kimin qapısında, hər kimin məntəqəsində dizini yerə qoysa, mən o kəsin evinə getməliyəm. Bu, Allah tərəfindən gərək biləxərə təyin olunan və Allah görək bu məsələni kimə qismət eləyir, kimə qismət olur ki, mən onun evinə gedəm. Odur ki, Peyğəmbər bu karvanı ilə və öz qruppası ilə Mədinənin şəhrində hərəkət edirdi, cəmaət də Peyğəmbəri qarşılayırdı. Ta gördülər Peyğəmbərin dəvəsi böyük bir dənə bir yerdə ki, boş idi, boş bir yer idi, böyük bir yer idi. Orada dizini yerə qoydu və orada demək olar oturdu və yatdı. O yer kimin üçün idi? O yer 2 dənə yetimin malı idi. Səhl və Süheyl adında ki, bu 2 dənə yetim Əsəd ibn Zürarənin himayəsinin altında yaşayırdılar. O yer elə bir yer idi ki, demək olar müsəlmanlar orada xurmalarını sərirdilər ta xurmaları quruya və yetişə. Və o yerin yapışığında bir evi Əbu Əyyub Ənsariyə aid idi. Demək olar, ən yaxın ev Peyğəmbərin o dəvəsinin dizini qoymaq yerə və o yerdəki Peyğəmbərin dəvəsi oturaq elədi və yatdı. O yerə yaxın ev Əbu Əyyub Ənsarinin evi idi. Əbu Əyyub Ənsarinin bir qoca anası var idi. Elə ki gördü bu qadın ki gördü Peyğəmbərin dəvəsi orada dizini yerə qoydu və lazım gördü ki tezliklə fürsətdən istifadə eləyə. Odur ki fürsətdən istifadə elədi. O vəziyyətdə, o mövqiyyətdə ki hər kəs hey tələb edirdi Peyğəmbər onun evinə gedib, Peyğəmbərin sumkasını və sailini, əsasiyyəsini özü ilə götürüb qoydu Əbu Əyyub Ənsarinin evinə. İndi buradaydı ki, cərrub bəhs şuru olubdu. Bu deyir gedək bizim evimizə, o deyir gedək bizim evimizə. Peyğəmbər soruşdu ki, mənim sumkam hardadır, kim apardı? Vəsailim, əsasiyyəm, sumkam kim apardı? Dedilər, ya Rasulallah, sənin sumkayın Əbu Əyyub Ənsarinin anası apardı öz evinə. Elə ki Peyğəmbər bu sözü eşitdi, Peyğəmbər buyurdu, əl-mər'u mə'rəhlihi. Hər kişi, hər şəxs öz vəsaili ilə, öz sumkası ilə olmalıdır. Yəni o evə ki mənim sumkam gedib, elə mən də o evə getməliyəm. O idi ki Peyğəmbər bu müşkülü bu cür həll elədi və hamı bu məsələyə razı qaldılar. Diqqət buyurdunuz ki, Peyğəmbərdən Mədinə cəmaatı, müsəlmanları, Uveys və Xəzrəc qəbiləsi
çox şovqla, iştiyaqla və əlaqə ilə Peyğəmbəri qarşıladılar və ondan istiqbal elədilər. Odur ki, Peyğəmbər baxdı ki, bundan bu yana cəmaətin gəlişi, gedişi olacaq Peyğəmbərin yanına, qrupa, dəstə gələcəklər, gedəcəklər və ondan əlavə müsəlmanlara lazımdır bir müəyyən yer ki, lazım olan vaxtlar müsəlmanlar o evə, o qismətə, o məntəqəyə, elə bir bənaya toplanarlar və orada lazım olan bir işlər, söhbətlər və fikirlər mətrəh ola cəmaata deyilə. Oydu ki, Peyğəmbər təsmim tutdu, bir dənə bir ümumi bir yeri, ümumi bir ev tikə, məscid adında, nəzərinə gəldi bir ev tikəm, məscid adında ki, o məscidin içində bütün təlim və tərbiyyət işləri, siyasi işlər, qəzavət işləri və digər müsəlmanlara aid olan bir işlər o bənanın içində, yəni məscidin içində besla əncam verilə və o işlər orada görülə. Və odur ki, Peyğəmbərin dəsturu ilə, əmri ilə, istədiyi ilə hər həftədə neçə dəfən, bəlkə hər gün demək olar namaz vaxtlarından başqa ayrı bir vaxtlar məscid elə bir yer olmuşdu ki, müsəlmanlar müxtəlif işlərə görə oraya toplanırdılar, gəlirdilər və Peyğəmbər onları orada təlim və tərbiyyət edirdi və lazım olan sözləri, söhbətləri, əhkamı, şəriəti onların xidmətində qoyurdu və onlara izah edirdi. Hər halda müsəlmanlar ki, gəlirdilər, gedirdilər və İslamın məsaili ilə, məsələləri ilə tanış olurdular və müxtəlif məsələlərdə Peyğəmbərlə məşvərət eləyirdilər. Budur ki, biz bu məscidin vəziyyətinə baxırıq Mədinədə, baxırıq ki, bəli, belə insanın nəzərinə gəlir ki, məscid o zaman fəqət ibadət üçün deyildi. Bəli, ibadət vaxtları, yəni namaz vaxtları müsəlmanlar məscidə gəlirdilər, məscidə doldururdular, namaz qılırdılar. Amma namaz vaxtlarından başqa bir vaxtlarda da ayrı bir işləri orada görürdülər. Təlim və tərbiyyət işlərinə, əhkam işlərinə, maarif işlərinə, əxlaq dərsi, Qur'an dərsi və ayrı bir dərslər və işlər orada başa gedirdi və əncam verilirdi. Ta hududan 4-cü qərnə qədər, 4-cü qərnəçən o məscidin vəziyyəti belə idi. Yəni demək olar ki, məscid o zaman elə bilərsən bir dənə bir məktəb idi, bir mədrəsə idi ki, namaz vaxtında namaz qılınırdı. Belə bir şərait vardı o zaman məsciddə. O yeri ki, Peyğəmbərin dəvəsi orada dizini yerə qoydu və belə göstərdi cəmaata ki, Peyğəmbər bu evə, bu yerə yapışan evə getməlidir ki, o evdə ibarət oldu Əbu Əyyub Ənsarinin evindən ki, bu bir səadət idi. O şəxsə nəysə xülasə Peyğəmbər neynədi məscid üçün? Həman yeri ki, böyük bir yer idi, boş bir yer idi və o 2 dənə yetimə aid idi, Səhl-i Suheylə, gəldi Peyğəmbər o yeri bunlardan hududu 10 dinara aldı və müsəlmanlarla barabar birlikdə, bahamlikdə köməkləşdilər və məscidi o boş yerdə tikdilər. Həm müsəlmanlar kömək edirdi və həm Resulü Xuda sallallahu aleyhi və alihi və səlləmin özü hamıdan artıq bu məscidin tikməsində səhmi var idi və iştirak edirdi. Müsəlmanların köməyi ilə ki, ələ vermişdilər bu həmlikdə bu bənanı şuru elədilər, məscid başa çatdı və ilbəil məscidin
vüs'əti artırdı. Çün görürdülər müsəlmanların sayı artır, get-gəl çoxalır. Bu məscid onlara cavabdeh deyil, cavab verə bilmir. Lazımdır ki, məscid vüs'ət tapa, genişlənəm. Odur ki, ilbəil də bu məscidə vüs'ət verirdilər ki, Allah inşallah bütün Məkkə və Mədinəni arzu eləyənlərə qismət eləsin ki, inşallah gedəsiz, yaxından Məkkəni ziyarət edəsiz və Məscid-ün Nəbidə ki, onun əsasını, payəsini birinci Allahın Rəsulü müsəlmanların köməyi ilə həman Mədinədə və o boş yerdə ki, bəna qoydu, gedəsiz inşallah orada namaz qılasız, ibadət edəsiz və Allahı yada salasız ki, görəsiz həman məscidi ki, 1400 il təxminən bundan qabaq o məscid orada bəna eləmişdi. İndi görəsiz ki, nə qədər vüsət tapıb, hal-hazırda Məscid-ün Nəbi Mədinədə ən böyük bir məsciddir İslam dünyasında. Peyğəmbər Mədinəyə keçməmişdən qabaq nəzəri buyurdu ki, indi ki mən istəyirəm Mədinə cəmaatının içinə keçəm və onların içində yaşayam. Birinci iş mənə lazımdır ki, mən çalışam onların qəlbini, ürəyini bir-birə yaxın eləyəm. Çün İslamdan qabaq çoxlu bir qəbilələrin arasında, o cümlə Ovsu, Xəzrəc qəbiləsinin arasında narahatçılıq və küsməxlik yaranmışdı ki, bir növ düşmənçəlik və narahatçılıq bu qəbilələrin arasında var idi. Elə bir məhəbbət, səfa, səmimiyyət yox idi onların arasında. Liza ona görə də Peyğəmbər özünə lazım bildi ki, bu işi onların içində yarada. Peyğəmbər ki, Mədinəyə daxil oldu, hiss elədi ki, 3 dənə böyük bir müşkül ilə üzbəüzdür. O müşküllərin birisi ibarət idir bundan. Necə Peyğəmbər Məkkədə olanda müşriklərin, butpərəstlərin və Saran-ı Qureyşin xətəri Peyğəmbəri həmişə təhdid edirdi. O təhdid genə də müşriklərin tərəfindən ki, demək olar, elə həm Məkkədə onlar var idi və həm Mədinədə və müxtəlif bir yerlərdə ki, vardılar, onların xətəri elə Peyğəmbərə, baxmayaraq buna ki, Məkkədən uzaq düşübdür, gəlibdir Mədinəyə müsəlmanlar içinə, elə genə də təhdid edir. Bu bir xətəridir və müşkülüdür. Peyğəmbər gərək həmişə bu təhdidin və xətərin fikrində ola, özünü və müsəlmanları bu xətərdən qoruya. İkinci xətər və müşkülü ki, Peyğəmbər onunla genə demək olar müvacih idi, üzbüzü idi. O Yəhudi Yəsrib məntəqəsində, Mədinə məntəqəsində olan Yəhudilərin xətəri idi ki, bir sıra Yevrilər, Yəhudilər Mədinədə və Mədinənin xaricində yaşayırdılar və müsəlləmdir ki, onlar Peyğəmbərlə xoş deyildilər və bir növ təhdid idi bu onların varlığı Peyğəmbər üçün. Odur ki, bu da bir müşkülüdür. Və üçüncü müşkülü ki, Peyğəmbər görürdü ki, Mədinədə var, o ibarət idi Ovsu Xəzrəcin qəbiləsinin ixtilafından. Uzun müddət bu iki dənə məruf qəbilənin arasında demək olar ixtilaf var idi və lazımdır Peyğəmbər indi bu müşkülləri rəf eləyə, bu müşkülləri aradan apara. Ovsu Xəzrəc Ənsar cəmaətini təşkil verir. Mütəvəccihsiz və müstəhzərsiz, bilirsiniz ki, bizim bir muhacir varımızdır, bir ənsar.
Yani Peygamber Medine'ye vardı olanda hem ensarla üzbeüz oldu hem muhacirlerle. Muhacir kimlere değiller? Hansı Müslümanlara? O Müslümanları ki uzun müddet Mekke'de kalırdılar ve Mekke onların vətəniydi. Ama Mekke onlar için naamn oldu. Daha eləyə öz hayatlarını orada devam vereler. Mecbur oldular ve Peygamberin məsləhəti ilə öz vətənlərini, öz ölkələrini, Məkkəni terk edip Medine'ye hicret elədilər. Bir halda ki daha heç özləri ilə gətirmədilər. Bütün evleri ve evlerinde olan vesailler, levazımat, eşya hamısı kaldı ve Səran-ı Qureyş o budpərəstlər onları müsadirə elədi və öz ixtiyarlarına götürdülər. Hər halda o naəmlilik bais oldu ki onlar Məkkəni tərk edib Mədinəyə hicrət eləyələr. Odur ki Medine'de bir sıra Müslümanlardan ki Mekke'den Medine'ye köçmüştüler, onlara değiller muhacir. Ensar ibarettir o Müslümanlardan ki bu muhacirleri çıktılar, karşıladılar ve her ensar bir neçə nəfər muhacire öz evinde yer verdi, yardım elədi, kömək elədi ta o muhacirlerin müşkilat-ı malisi, çetinlikleri həll ola. Odur ki, Medine halkına ensar deyilir ki, yani kömək elədilər o muhacirlere ve yardım elədilər. Bu babətten onlara ensar deyilir. İndi Peyğəmbərə lazımdır ki Medine'de olan bir ihtilafatı ki kabilelerin arasında var, o ihtilafatı aradan apara, bu iki kabileni birbirine məhəbbətli eləyə, vahab elə, çalışa, ensarla muhacirin arasında muhabbet yarada, elə bir muhabbet ki iki dənə qardaşın arasında yaranar. Odur ki Peygamber Allah tarafından memur oldu, Peygamber'e hüküm olundu ki eğer sen istəyirsən ensar-ı muhacirin arasında muhabbet yaradasan, sana lazımdır ki bunları birbirine kardeş eləyəsən. Ama Peygamber ne cür bu işe kadem koydu ve bu işi ne cür başladı ve işin sonu haraya çattı? İnşallah gələn söhbətimizdə sizi əzizlərin xidmətinə təqdim elərəm. Sizi böyük və mehriban Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.